Mingəçevir Gəncə üzrə iş var yoldaşlar. Əslində bir sıra işlər var. Mən sadəcə bu iş elə bir işdir ki, bu demək olar hər birinizin uyğun ola biləcəyiniz işdir də. Hər birinizin zövqünə uyğun ola bilər. Yəni daha doğrusu çox insanın. Sərnişin vaqonunun bələdçisi işidir yoldaşlar. Azərbaycan Dəmir Yollarındadır. Gəncə Mingəçevir reysi üzrədir bu iş. Yəni burada iş təcrübəsi tələb eləmir. Məsələ bundan ibarətdir. Yəni təhsil səviyyəniz heç olmasa ortadırsa və komanda ilə işləmə bacarığınız varsa, ünsiyyətçi və təşkilatçı bir şəxsinizsə, mütəmadi səfərlərə hazırsınızsa, müştəri yönümlü və nəticə yönümlüsünüzsə, diqqətsizsənizsə bu işə müraciət edə bilərsiniz rahatlıqla. Çünki elə məhz sizin tipli şəxslər üçündür bu iş, yəni rahat bir işdir. Sərnişin vaqonunun bələdçisi işidir. Bu və bənzəri digər işlərlə də tanış olmaq istəyirsinizsə, ola bilər, yəni bu sizin ola bilər də, siz istəməyə bilərsiniz sərnişin vaqonunda bələdçi işi. O zaman Gəncədə, Mingəçevirdə və yaxud da digər regionlarda olan işlərlə də tanış olmaq istəyirsə və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunub. Siz bu videonu harda görürsünüz, orada kanala daxil olun, doğrulayacaq oldu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.